Salam değerli izleyicilerimiz, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. 1 iyul 2025-ci il. Bu günləri Bərdər rayonu Həsənqaya kəndində belə 30 baş boğaz düyələrimiz çıxdı satışa. 4 ayından 8, ne bileyim, eləsi var ki, elə bota doğanlar var. Deməli, değerli izleyicilerimiz, hal-hazırda heyvanlarımız hamısı gördüğünüz kimi cavan birinci qarın düyələrdir. Gəlin, həkimlə gətirin, qardaş, yoxlatdırın. Qiymətləri də ki, cibinizə uyğun. Hamısı simental. Gördüğünüz kimi. Düyələrdir birinci qarına, ilkinə. Buyurub baxa bilərsiniz. İndi o doğanları da var, onları da çəkəcəyik. Bir də yəni bota olan boğazları da çəkəcəyik. Qiymətlərimiz, qardaş, 4300 manatdan deyilir. İndi balalar var ki, onların qiyməti üzə ayrılır. Əlaqə nömrəsini qoyacağıq orada. Birbaşa ağsaqqalın özü ilə danışırsınız, qardaş. Öz qapısındadır, 30 başdır, öz üçün almışmış. Bu günləri pula ehtiyacı olduğu için satır. Çünkü qoyun heyvanı ilə mal heyvanı tutmur. Birini saxlamalısın, ya qoyunu, ya malı. Onun için de qardaş məcburdur ki, ücə bunları sata. Öz üçün almışmış, yenə deyirəm, öz həyatının, öz qapısının heyvanıdır. Hamısı da ki, heyvanlar muncuq kimidir. Bax, belə ürəyiniz istəyən, yəni bu alverçi zad deyil. Deyəm ki, alverçidir. Bu günləri məsəl üçün alıb satandır. Yəni ilk qardaş öz qapısının heyvanıdır. Hamısı bax, indi o balaları da çəkəcəyik, ağır boğazları da çəkəcəyik, baxasınız. Heyvanlar hamısı ilk birinci qarına düyələrdir. Ən balacası 4 aylıq. Yəni gətirin 4, 5, 6, 7, 8 aylıq boğaz heyvanlar. Gördüğünüz kimi. Birbaşa danışırsınız, simentaldır hamısı. Gəlib alıb aparırsınız. Buyurun baxın. İndi ağır boğazları da çəkəcəyik. Özü də ki, südləri bunların süd verimi çox yağlı, zığlı südləri olur bu heyvanların. Hal-hazırda gördüğünüz kimi hamısı gözəl, birinci qarına simentallar, deyələr. 30 baş heyvandır. 30'dur ha burada. 30 baş. 35 baş. Bunun balalayanı var, doğanı var. 2 dənəsi doğur. Və o ağır boğazlar hardadır? Hamısını göstərəcəyik, baxasınız. Qiymətləri 3300 manatla. 4300, üzr istəyirəm. 4300 manatla deyilir. 4300 manatla deyilir, qardaş. Bir də eləsi var ki, yəni bu ağır boğazlar, balaları da satsan. Balaların qiyməti yəqin ki, ayrı olar. Onların südləri nə qədərdir o, bax o doğan heyvanların? 10 litr verir. Nə verirsən yem? Yem verirsən, kəpək verir. Kəpək verirsiniz. Göy ota zalı necə? Yox, düşmür. Göy ota çıxsa bu heyvan 15 litr verər. 15 litr. Qardaş, nə var düzün demək lazımdır da. Yəni burada bu günlər deyək 15-20 litr süd verir birinci qarına. Yəni səhər aparıb gəlib deyirsiniz ki, yox qardaş bu 20 vermədi, 15 verdi. Məsələn 10 vermədi, 5 verdi. Nə var qardaş, gəlin sağıb kim istəsə apara bilər birbaşa.
Hamısı birinci qarın düyələrdir, simentallardır. Yenə deyirəm, qardaş özü üçün almışmış. Qoyun heyvanı var deyin, kəlbəcərə var deyin, onun üçün də yəni satmalıdır. Yəni ya qoyunu satmalıdır ya bunu. Bu da ki alverçi deyil, bir şey deyil derseniz ki alverçidir. Çəkəcəyik, o balaları da çəkəcəyik, baxarsınız tam ətraflı. Ünvanımız Bərdər rayonu Həsənqaya kəndindədir. Gördüyünüz kimi. Buyurub baxa bilərsiniz. Əlaqə nömrəni bir dənə səsləndirək. 050 317 59 59. WhatsApp var o nömrədə. Yok WhatsApp yok. Sən WhatsApp-lı nömrəni mənə denən bir də. 737 737 42. 40 42 WhatsApp olan nömrə. Yəni eləsi var ki, Azərbaycandan yox, xaricdən sən narahat eləyəcəklər. Gördüyünüz kimi. WhatsApp olan nömrə, mobil nömrə, orada qeyd edəcəyik hamısını. Bərdər rayonu Həsənqaya kəndindədir heyvanlarımız. Hamısı ilk birinci qarına düyələrdir. Qiymətləri 4300 manatdan deyilir hamısı. İndi orada eləsi var ki, balalıdır. Onların qiymətləri yəqin ki bir fərqli olur. Özü ilə danışarsınız da qardaş. Alan istəyir ucuz ala, satan istəyir baha sata. Onun üçün də hər şeyin dəyəri var. İndi bir dəqiqə bunun yoxdursa bir 300 kilo əti var belə. Hala çoxdur ki, az deyil. Hamısı da ki, cavan ilk birinci qarnı olan düyə heyvanlarıdır. Ən balaca boğazlığı 4 aylıqdır. 4 ayından 9-cu ayın içinə qədər. Yəni qardaş, Allah xeyir versin. İnşallah yaxşı olar. İndi o boğazları da göstərəcəyik. Ağır boğazları, balalarını da göstərəcəyik. Baladan başqa 10 litr su da alırsan? Bəli. Onda bir 12, 13, 15 litre kimi verir. Yəqin ki, bir məmədə balanındır. Bir 13 litr verir onda. O da kəpəklə. Hələ göy ota çıxsa 15-18-ə kimi süd verəcək bu heyvan. Çox verəcək, bəli. Çünki hər şey boğazından asılı olan şey. Sən buna qəşəng qulluq eləsən, əlbəttə ki, gözəldir, yəni məhsul verəcək. Südü də çox yağlı, gözəl. Hamısı cavan. Bilirsən ki, ilkinə heyvanlardır. Bax, dəyərli izləyicilərimiz, bax, gördüyünüz 2 dənə doğanlardır. Sağlıqdır, səhər-səhərdir. Bunun balaları hanıdır? Yok. O sağ tərəfdə. Axırın tərəfdə. Onu oradan götürmək olar, kadronu görəm, keçir. Bər gətirək. Yox, çəkək də bir dənə. Ha, ne götürürsün? Onlar dur biz. Balaları bax oradadır, bax qabaq tərəfində. Bax, elə görükür, yox, getmə. Simental bizdə. İkisi də simental. Erkək kişi. Çi. Kişi. Bərəkətli olsun. Bax, bunlar da ki, ağır boğaz olanlardır. Bunun nə qədər qalıb doğmağına? Al. Bu yerə bax. Al bir səhər. Böyün səhər. Birinci qaldı. Birinci qarma. Dediyim kimi, dəyərli izləyicilərimiz, qiymətləri 4300 manat. Qardaşın əlaqə nömrəsi orada var. Biz də hala deyirik 050 737 40 42 WhatsApp nömrəsi. Mobil nömrəsi də 050 neçəydi? 317 59 59. Xeyirli uğurlu olsun. Nəsə əlavə eləmədiyin varsa buyur. 3 dənə də ha burada. 3 baş, yəni boğaz, ağır boğaz olanlardır. Allah bərəkət versin. Allah xeyirli bazar versin.